Susunuşu bugün suslar. Gördüyünüz kimi klaviaturada yazma testi eləyirik. Hal-hazırda siz mənim klaviaturamı görürsünüz. Tək klaviaturanı görürsünüz. Facecam yoxdur videoda, çünki başqa kamera yox idi. Tək kamerada klaviatura yetişdirə bildim. Nəsə. Burada ingilis dilində qoymuşam mən. Azərbaycanca da var, amma mən ingilis dilində Azərbaycancadan daha yaxşı yazıram. Çünki Azərbaycan dilində baxın ə hərfi falan var. Bir dəfə də onda yazarıq. Bir dəfə də bunda görə hansında daha çox söz yaza bilərik. Mən klaviaturada sürətli yazmıram. Yəni əvvəl çox yaxşı yazırdım. İndi yadımdan çıxıb yazmaq. Ləşmək. Nə qədər çətindir Azərbaycan dilində yazmaq. Allah səhərfanı hərmək. Allah çox pis yazırıq. Cavan. Allahdan ayda çox pis yazırıq. Əlim bir dəqiqə kompüterə oturmuşam deyə. Ona görə biraz pis oldu. İncədən 40 dənə söz yazdıq dəqiqəyə. Çox pisdir bu. 2 dənə söz səhv eləmişik onsuz. Amma daha çoxunu yaza bilərəm. 100 dənəsini yaza bilərəm. Özümə güvənirəm. Amma ingilisini. Bir də indi ingilisini də yazdıq. Burada 40 dənə yazdıq. İngilisini görə nə qədər yaza bilərik. Bir dəqiqə oturmuşam deyə kompüterə. Ona görə yaxşı yazamıram. Und Guiçk, neyse Guiçk. Şey, after. ...46 da. Baxın, burada daha babat yazırıq. Özü, Almanca babat yazdığımı inanıram. Translate ver. Translate ver yazamayıq. Ver, uf. Burada Urdense inhibe. Mesela get also verdi. Bak da C yazılıb bak. Not yine Urdense will inseln sagen anders auf wer von sehen ihre Tatsache lange Welt. Bu hərfini yazmalıyam mən mütləq onu. Deren, so, bin, sol. Nəysə. 44 dənə babat. Ən çox Almanca yazdıq. Çox gözəl. Gözləyim. Çincə yaza bilərik. Tamam. İndi ağlıma bir şey gəldi. Görün, 2 dənə səs söz eləmək fazla.
Qutardıqda dünya rekorunu qırdıq. Gördünüz, bundan sonra söz yoxdur. Görürsüz? Dünya rekorunu qırdıq. Dünya rekorunu qırdıq və bundan sonra söz yoxdur. Baxın, burada bəlkə adam gəlib indi. Heç mümkünsüz bir şeydən bəlkə gəlmişəm indi mən. Oy mən 265 söz yazmışam da güya indi. Güya indi 265 söz yazmışam da mən. Qəşəng. Minut. Pis deyil. Nəsə. Onda bu videonun da sonuna gələk dostlar. Bilirəm, belə çox yaxşı yazamadım. Bəlkə gələcək bölümdə daha yaxşısını yazmağa çalışaram. Sağ olun, gələcək videoda görüşmək üzrə. Bye bye.